Salam. Bu videoda Dimin sınavlar toplusundan növbəti 4-cü bölmənin sınavının izahını verəcəm. Deməli, bu sınavda aparat təminatı proqram və əməliyyat sisteminin suallarından verilib. Birinci sualda verilib ki, tətbiqi proqram təminatına aid olanları müəyyənləşdirin. Windows əməliyyat sistemidir, sistem proqramlara aiddir. Kalkulyator, bəli, deməli olacaq tətbiqi. Yukon, bu da tətbiqi. Disk Cleanup, bu da yenə də sistem proqramlara aiddir, yəni utilitdir. Excel də bəli, tətbiqidir. 2, 3, 5. Ümumiyyətlə, sistem tətbiqləri necə yəni fərqləndirmək olar? Tətbiqi proqramlar bizə xidmət göstərir. Sistem proqramlar amma kompüterə. Məsəl üçün, Disk Cleanup kompüterdəki lazımsız faylları silir. Yəni kompüterin yaddaşını boşaldır, onun yaxşı işləməsinə kömək olur. Amma Excelin kompüterin yaxşı işləməsinə heç bir aidiyyatı yoxdur. Excel ancaq biz istifadə edirik hesablama aparmaq üçün ya müəyyən işlər üçün. Ona görə Excel tətbiqidir. Məsəl üçün disk cleanup sistem bu formada və yaxud kalkulyator. Bunu biz istifadə edirik. Bizim üçün lazımdır, tətbiqidir. Amma Windows, yəni kompüterin işləməsi üçün əsas proqramdır, kompüterə xidmət edir. Yukonda yenə də biz işləyirik, biz istifadə edirik, tətbiqidir. Bu formada yəni aid edilir. Qrafik redaktorlara aid olanları seçin. Qrafik bilirik ki, şəkil çəkmək üçün istifadə olunan proqramlardır. Elə adından Paint sözünü görən kimi bilirəm ki, bu artıq şəkil çəkmək üçündür. Yenə də Paint var, bu da olacaq. Bir də GIMP var, bu da raster qrafikaya aiddir. 1, 3, 4. Lap tutaq ki, GIMP-i bilmədik. Onda WordPad bilirəm, axı ki, mətn yazmaq üçündür. Word sözündən də bilir ki, yazı yazmaq üçündür. Access də bilir ki, verilənlər bazasıdır. Bunlar çıxan kimi elə variantda qalır. Kursorun idarə olunma klavişi deyil. Ümumiyyətlə, kursoru idarə edən klavişlər hansılardır? Home'dur, End'dir, Page Up'dır, Page Down'dur. Bir də ki, belə klavişlər var. Yuxarı, aşağı, sağa, sola klavişləri. Shift təbii ki, bura aid deyil. Xidməti klavişdir Shift. Xidməti klavişlərə aid deyil. İndi tərsinə soruşur. Enterdir, kontroldur, bunlar xidmətidir. Amma bu hərf rəqəm klavişidir. Bu da rəqəmdir. Bu da funksionaldır. 2, 4, 5 olacaq. Olur 4-ə A bəndi. Sonra növbəti 5-də deyir ki, həm giriş, həm çıxış qurulusudur. Sensor ekran, təbii ki. Sensor ekrana biz həm əllə məlumat da daxil edirik, həm də ki, monitor formasındadır deyə bizə məlumatları, yəni çıxışa da verə bilər. Ona görə həm giriş, həm çıxışdır. Giriş qurullarına aid olanları seçin. Deməli, joystick, skaner, proyektor çıxışdır, monitor çıxışdır, prosesor ümumiyyətlə heç idarə etmədir, hesab məntiq qurulusudur. 3, 4 burada olur. Hansı qrupu kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuyur? Maqnetik skanerlər. Ştrik kod bilirik ki, məhsulların üzərində olan barkodları oxuyur. Adətən mağazalarda və s. verilir. Görüntü elə görüntüləri kompüterin yaddaşına elektron formaya çevirir. Plotterlə bunlar da heç aidiyyatı yoxdur. Hansı səhifədən siçanın göstəricisinin formasını dəyişmək olar? Səhv eləmirəmsə, bu hissədən, pointer hissəsindən olmalıdır. Yenə də yoxlamaq olar. Ya buna kontrol paneldən baxmaq olar, ya da ayarlardan da baxmaq olar. Bir, deməli, hardware sounddadır. Bir də ease of access-dən. Pointer, bunu seçdim də. Bura daxil olsaq, bəli, düzdür. Buradan siçanın göstəricisinin formasını dəyişmək olur. Deməli, bayaq baxdığımız hissədən. Pointerə daxil olduq. Görünüşünün formasını bu formada siçanın göstəricisini dəyişə bilərik. Olur B. 9-da verib ki, monitorun növlərinə aid olanları müəyyənləşdirin. Matrisli printerdir, ştrik kod skanerdir, maye kristal monitor var, LCD var, elektron şua. Hətta ilk yaranan monitorlarda elektron şua boruludur. 3, 4, 5. Olur A. Printerin növlərinə aid deyil. Ştrik kod elə aid deyil, skanerdir çünki. Bunları çıxaq. Bu da lazerli də printerdir. Amma görüntü skanerdir. LCD-də monitordur. 2, bir dəqiqə 3, 4. Olur, onda A bəndi. Sonra 11-də verib giriş qurğularına aid deyil. Web kamera girişdir.
Qrafik planşet girişdir. Ana lövhə deyil, yəni giriş kurusu. Optik disk yaddaşdır. Operativ yaddaşda yaddaşdır. 235. 12-də verib proqram təminatına aiddir ümumiyyətlə. Proqram təminatı bilirik ki, 3 yerə bölünür. Sistem proqramlar, tətbiqi və proqramlaşdırma dilləri. Bunlara çıxsaq yerdə 2-4 qalır. Bunlar da proqramdır, amma proqram təminatının növü deyil. Məsəl üçün, utilit sistem proqramlara daxildir. Access tətbiqiyə aiddir. Bizə deyir proqram təminatının növü. Əməliyyat sistemlərinə aiddir. DOS, bir də MacOS. 1 ilə 3 olur. Paint bilirik qrafik redaktordur. GIMP də həmçinin Access verilənlər bazasıdır. Sistem proqram təminatına aiddir. Driverlər, antiviruslar və salam elə 1-dən 2. Yenə bu məntiqlə baxanda dedik ki, sistem proqram kompüterin işləməsinə xidmət göstərir. Driver nə üçündür? Kompüterlə xarici qurğuları əlaqələndirmək üçün. Deməli, bu artıq kompüterə xidmət göstərir. Və yaxud antivirus proqramı kompüterdəki faylları, proqramları virusdan təmizləyir. Kompüterə xidmət göstərir. Amma bu məsəl üçün brauzer mənə xidmət göstərir ki, mən internetdə nəsə axtarış aparıram. Kompüterin yaxşı işləməsinə və yaxud da kompüter hər hansı bir kömək göstərmir. Kompüter oyunlarının kompüterə heç bir faydası yoxdur. Ki, yəni bizə məsəl üçün maraq doğura bilər, biz istifadə edirik. Bu da nəşriyyat sistemidir. Yəni istifadəçiyə xidmət göstərir, ona görə tətbiq olur. Verilənlər bazasının idarə etmə sistemi. Access-dir, MySQL-dir və salam. Bunlar olur brauzer. Bu da aid deyil. 2-4. Proqramlaşdırma dillərinə aid olanlar. Logodur, Pascal'dır, Python'dur. 1, 2, 4. Proqramlaşdırma dillərinə aid deyil. Aid deyil deyirsə, aid olanları çıxaq. C++-dan Basic-i yerdə qalır 2, 3, 5. 17-ci. Tətbiqi proqram təminatına aid deyil. Onda Scribus aiddir, bunu çıxıram, nəşriyyatdır. Adobe InDesign, bu da aiddir. MacOS aid deyil, çünki tətbiq sistemdir. Basic də aid deyil, proqramlaşdırma dilidir. Linux da aid deyil, əməliyyat sistemidir. 3, 4, 5 olur. Bu isə aiddir. 3, 4, 5 olan variantda olur Y bəndi. Fərdi kompüterin növünə aid olanları müəyyənləşdirin. Masaüstü kompüterlər, dizüstü kompüterlər, bir də planşet kompüterlər. 1, 2, 5 olur D bəndi. Windows əməliyyat sistemində mümkün olan fayl adlarını müəyyənləşdirin. Bir ola bilər, nöqtə, yəni fayl adında olur. Bilirik ki, hansı işarələrdə olmaz. Drop işarələridir, düz xətdir, qoşa nöqtədir, sonra ulduzdur. Sonra sual işarəsidir, kiçikdir, böyükdür işarələridir. Ola bilər yadımdan hansısa çıxsın, yəni bu simvollar olmaz. Deməli, işarəsi də olar, amma drop olmaz, qoşa nöqtə olmaz. Bir daha ola bilər, yəni 1, 2, 5 olur A bəndi. Video fayllara aid uzantıları müəyyənləşdirin. AV video faylıdır, PPT təqdimat faylıdır. Hılığı videodur, bəli. JPEG şəkil faylıdır. MPG də videodur. PNG şəkil faylıdır. 1, 3, 5 olur. B bəndi 21. Deyir, belə bir fayl verib. Bu fayl C diskindəki və avtomatik elə dedikcə işarələyirəm. C diskindəki testlər qovluğunun içərisində yaradılmış sinif qovluğunda yerləşərsə, deməli bu fayldan söhbət gedir. Qısaca yazdım mən adını. Həmin faylın tam adı necə olar? Faylın tam adı deyəndə elə faylın özü də daxil olmaqla özünə gedən yol götürülür. Yəni A bəndi. Amma faylın yolu desəydi, bunu çıxardıq. Sadəcə bu hissəni götürərdik. Bəli, exe verilib deyə A olur. B-də burada BMP verib, bir dənə səhv oldu. Çünki faylın adında elə uzantı exedir. Kompüterin parametrlərinə əsasən onun əməli yaddaşının həcmini gigabaytla müəyyənləşdirir. Əməli yaddaş RAM-dır. RAM da əgər RAM formasında verməyibsə adı DDR formasında verə bilər. Bax, burada verib 32 gigabayt. Elə cavab 32 olur, çünki gigabaytla istəyir. Hansı ifadələr doğrudur?
Prosesorun tak tezliyi hertzlə ölçülür. Bir doğrudur. 5 yaddaş kompüterin sərt diskində yerləşir. Xeyr. Ana platada prosesorun üzərində yerləşir. SSD sərt diskdən daha sürətlidir. Bəli, HDD-dən daha sürətlidir. Xidməti proqramlar kompüterin tətbiqi proqramlarına aiddir. Xeyr, sistem proqramlarına aiddir. Task Manager proqram vasitəsilə proqramın işini dayandırmaq olar. Bəli, asılı qalmış, yəni donub qalmış bir proqram varsa ekranda, Task Manager vasitəsilə onun işini sona çatdıra bilərik. Disk defragmentasiya proqramdan diski defragmentləmək üçün istifadə edilir. Bu da doğrudur. Yəni diskin işini optimallaşdıraraq diskdə səpələnmiş klasterləri bir yerə yığır, yəni diski defragmentləyir. Onda 4 dənə doğru cavab oldu. 1, 3, 5, 6, bəli. Növbətində verib ki, klasterin həcmi 8 kilobayt olarsa, hansı ölçülü faylların diskdə tutduğu yer eyni olacaq. Onda belə çıxır ki, klasterin həcmi 8-dirsə, hansı fayllar 8-ə tam bölünürsə, öz həcmi ilə diskdə tutduğu yer eyni olacaq. Məsəl üçün, bir sadəsindən nümunə göstərib. 72-ni 8-ə böləndə neçə klaster düşür? 9. Təzədən biz bunu diskdə həcmini tapanda 9-u, yəni klaster sayını klasterin həcminə vurub yenə 72 alıram. Deməli, öz həcmi də 72-dir, diskdə də 72 tutur. Bunun üçün, yəni belə bir variant alınması üçün gərək klasterin həcminə tam bölünsün ki, burada qalıq alınmasın və yenidən klasterin həcminə vuranda eyni ədəd çıxsın. Onda biz belə çıxır ki, 8-ə bölünən ədədləri seçirik. 1 olmayacaq, 2 olacaq, bölünür. 3 deyil, 4 olacaq. Bir də 5 olurmu? Xeyr, 6 bəs. Deməli, 2 dəfə, bəli, olur. Deməli, 2, 4, 6. Faylın tam adının doğru ardıcıllığını müəyyənləşdirin. Birinci həmişə bilirik ki, disk verilir. C, D, Y fərqi yoxdur. Deməli, yazıram elə. D diski bu formada çəkdik. Deməli, birinci götürdüm, 2-ni. Burada drop varsa, artıq məsəl üçün 3-ü burada götürmürəm. Çünki 2 dənə drop qoymayacağım ki, fikir verin, bir dənə belə drop bəs eləyir. Bundan sonra 3 deyilsə, onda 4-ü götürüm ki, bundan sonra artıq deməli belə bir drop gəlsin. İnformatikanı seçirəm və bundan sonra bir dənə drop qoyulur. Çünki hamısı bir-birinə ayrılmalıdır, axı qovulublar. Bundan sonra bunu qoysam 3-ü, yenə 2 dənə drop arda-arda gəlir. Yaxşı, sınaqlar qovluğunu yerləşdirməkdir. Artıq abituriyent qovluğunu yerləşdirə bilərəm. Çünki burada bir dənə dropa ehtiyac var və həmin o dropu buraya yerləşdirsəm abituriyenti. Bundan sonra da artıq nöqtə nə yazılacaq? Şüpək elə. Deməli 2 oldu, sonra 4 oldu, sonra 5, sonra 3, sonra 1. 2, 4, 5, 3, 1. Tətbiqi proqram təminatı Adobe 1A, Scribus da həmçinin, sistem proqram MacOS, bir də Task Manager, proqramlaşdırma dili də Basic, A, B, C, D, E. Cədvəldə faylların adları və onların həcmləri verib. Bu cədvələ əsasən ancaq qrafik faylların diskdəki həcmlərini tap. Klasterin ölçüsü 8 kilobaytdır. Qrafik fayllar əvvəlcə tapaq. Textdə bilirik ki, mətn faylıdır, çıxıram. JPEG-lə ODG bəli, şəkil faylıdır, PNG-də. Docx mətindir, XLS də cədvəl faylıdır. Deməli, 3 dənə burada şəkil faylı var. Birinci götürürəm 33 kilobaytı. 8 kilobaytlıq neçə klasterə yazaram? Birinci bunu tapıram. 38-ə böldü 4, qalıqla bir yerdə 5 klaster yer tutur. Təzədən diskdəki həcmini tapmaq üçün klasterin sayını, klasterin həcmini 8-ə vurub alıram 40 kilobayt. Deməli, biri oldu 40. Sonra o birini tapıram. 39 kilobayt. Bunu 8-ə bölürəm. Deməli, bu da düşüb 4 dəfə qalıqla bir yerdə 5 klaster, 5-i yenidən klasterin həcminə vururam, 40 kilobayt alıram. Qalır bir dənə digəri 75 kilobayt olan, bunu 8-ə böləndə 8 kilobayta, deməli 9 dəfə düşür, qalıqla bir yerdə 10 klaster edir. Klaster sayını, yəni 10-u, klasterin həcmi olan 8-ə vurub 80 alıram. Deyir, birlikdə soruşdu da, səhv eləmirəmsə, bəli, qrafik faylların diskdəki həcmləri cəmini tapın. Deməli, onda toplasaq
40 üstəgəl 40 üstəgəl 80 də bizə verir 100, deməli 60 kilobaytdır. Cavab olur 160. O birində verib ki, informasiya həcmləri 19, 26 və 40 kilobayt olan faylların diskdə yerləşdirilməsi üçün lazım ola biləcək maksimum və minimum klaster sayının cəmini hesablayın. Və bizə şərt qoyub ki, X klasterin deyir həcmini ifadə eləyir. Dəyişə bilər 1 kilobaytla 21 arasında. Amma burada kiçikdir, böyükdür yazı və birin özü daxil deyil. Burada da 21-in özü daxil deyil və həmçinin ardıca verib ki, X klasterin həcmidir və tək ədəddir. İndi baxaq. Əgər X 1 ilə 21 arasında yerləşirsə, burada yaza biləcəyim minimum klasterin həcmi nə ola bilər? Əslində belə baxanda 2-ni götürə bilərəm. Yəni 1 olmasa da 2 olar. Amma deyir ki, X tək ədəd olmalıdır. Ona görə 2-dən sonra gələn 3-ü seçirəm ki, minimum klasterin ölçüsü 3 ola bilər. Deməli, hər birini 3 kilobaytlıq klasterə yerləşdirsəm, görək neçə klaster lazım olar. 19-u 3-ə bölsəm 6, qalıqla bir yerdə 7 klaster. Sonra 26-nı 3-ə bölsəm, deməli 8, qalıqla bir yerdə 9 klaster. 40-ı 3-ə bölsəm, deməli 40-ı 3-ə bölsəm 13, qalıqla bir yerdə 14 klaster. Deməli, minimum yerləşdirdim. Bəs maksimum neçə klaster lazım ola bilər? Burada yenə də 21-i götürə bilmirəm, 20 götürərdim. Amma yenə tək ədəddir dediyinə görə 19 götürə bilərəm maksimum klaster ölçüsünü. 19-u da 19-a böləndə 1 klaster lazım olur, elə tam bölünür. 26-nı 19-a böləndə 1, amma qalıqla bir yerdə 2 klaster. 40-ı da deməli 19-a böləndə 2, qalıqla bir yerdə 3 klaster. Bizə deyir, maksimum və minimum klaster sayının cəmini tapın, yəni hamısını toplayın. Deməli, onda 7, 9, 14, 1, 2, 3, o da 3, 6. Deməli, 20 o da eləyir, deməli, 16, eləyir 36. Sonra 30-da verib ki, həcmi 1 megabayt olan diskə informasiya həcmi 26 kilobayt olan ən çox neçə fayl yerləşdirmək olar və neçə klasterdə boş yer qalmaz. Əvvəlcə biz tapmalıyıq ki, bu faylın diskdə tutduğu həcm nə qədərdir? Məsəl üçün, bu diskdə nə qədər yer tutur? Bu öz həcmidir. Amma diskdə tutduğu həcmi tapmaq üçün əvvəlcə klaster sayını tapın. 26-nı 5-ə böləndə, yəni neçə klasterə yerləşir 26 kilobaytlıq fayl? 5 qalıqla bir yerdə 6 klaster lazım olur. 6-nı, yəni klaster sayını, klasterin həcmi olan 5-ə vursam, diskdəki həcmini 30 kilobayt alıram. Deməli, 1 megabaytlıq bir diskə bu faylın öz həcmi 26-da olsa, artıq 30 kilobaytlıq fayl formasında yerləşir. Bizə də deyir ki, 1 megabaytlıq diskə neçə dənə, yəni 26 kilobaytlıq fayl yerləşdirmək. Artıq diskdəki həcm 30 olduğuna görə 1 megabaytı 30-a bölürəm ki, neçə dənə, yəni görüm bundan yerləşər. 1 megabayt 1024 kilobaytdır. Çevirirəm ki, 30-a bölüm. Bu da kilobayt olduğuna görə. Böləndə də 34 tam nə qədərsə düşür. Amma neçə dəfə tam yerləşdirəm bilirəm, yəni. 34 dəfə. Çünki bu vergüldən sonrakını artıq götürə bilmirəm. Bax, bizə deyir ki, ən çox neçə fayl yerləşdirmək olar. Yəni, neçə dəfə bütöv yerləşir? 34 dəfə. Sonra bir də deyir ki, neçə klasterdə boş yer qalmaz. Əgər 34 dəfə mən bu faylı yerləşdirirəmsə, neçə klasterdə boş yer qalmaz? Klasterin ölçüsü də 5-dir də. Onda 34-ü 5-ə vuraram. Gör neçə klaster dolur, yəni boş yer qalmır. Bu da bizə verir 170. Yəni 34 və cavab olur 170. Bu videoda bu qədər. Gələn videolarda görüşənədək.